Belə görüş başlayır 81 kiloqram çəki dərəcəsində. 4-1 final mərhələsinin qarşılaşması. Yarım finala görək Gilan komandasının 2 üzvündən hansı yüksələcək? Orxan Mayıllı yoxsa Rauf Rəhimov? Birinci raundda mübarizə davam edir. Orxan Mayıllı indi 2 zərbə ilə yadda qaldı. Tofik Bəhramovda Heli Dağlana işini gördüm. Nə sənə? Tofik Bəhramovda Heli Dağlana. Birinci raundda son 1 dəqiqə. Nə xəbər oldu? Yaxşılıq sağ. Qarabağın oyununda stadionun iki tərəfində Heli düzür. Deyəndə qızı qoyublar ortasına. Çık baxsın. Pulsuz da. Dedi bir time kurtaranda pulsuz hamle verildi. Geldi şurada dedim ki ondan kişi çıkmadı. Çıktım dedim de. Dedi bir time kurtaranda gelen. Dedim gelende hiç ne kalan dedim. Sen de aparın. Bu dedi olan değil. Dedim görelim. Geldi mi? Geçirdi de dağıtırlar. Pul kurtarmadı. Ve Heli dağıtlar tökler yenebiliriz. Birinci raund yekunlaşır. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan iki idmançı Rauf Rəhimov, Orxan Mayıllının görüşündə. Biz isə bir daha indiyə qədər qeydə alınan nəticələr, yəni yarım finala yüksələn idmançıları bir daha xatırlayaq. Deməli, 52 kiloqram çəki dərəcəsində mübarizəyə start verildi. 52 kiloqram çəki dərəcəsində bu idmançılar növbəti mərhələyə adladılar. Kamran Məlikov Gilan komandasının üzvü növbəti mərhələyə adladı yarım finala. Kamran Məlikov, eyni zamanda Baku Fires komandasından Magomed İbiyev növbəti mərhələyə adladı 52 kiloqramda. Bundan başqa digər iki idmançı Neftçi komandasının üzvü, Neftçi idman klubunun üzvü Rüstəm Musayev növbəti mərhələyə adladı yarım finalda çıxış edəcək və sonuncu yarım finalçı Rabitəçi komandasının üzvü Məsud Yusifzadə oldu. 52 kiloqramdakı bütün iştirakçıları xatırladıq. 56 kiloqrama gəlincə Gilan komandasının üzvü Kənan Hüseynəliyev yarım finala yüksəldi. O Cəmaləddin Əlizadəni məğlubiyyətə uğratdı. Kənan Hüseynəliyevlə yanaşı digər qarşılaşmada Rabitə komandasının üzvü Ümid Rüstəmov yarım finala adlayan idmançı oldu. Baku Fires'dan Yaraş Magomedov yarım finalda da artıq bunu qeyd edək və sonuncu, dördüncü yarım finalçı
Tural Əhmədov oldu. Gilan komandasının üzvü. Çox vacib keçirilən bir görüşdə günün ən maraqlı görüşüdür hələ ki bu qarşılaşma. Tural Əhmədov Elnur Şəfiyevi məğlubiyyətə uğratdı və yarımfinala yüksəldi. 64 kiloqram çəki dərəcəsində isə Rabitə komandasının üzvü Kamran Baxşəliyev yarımfinala yüksələn ilk idmançı oldu. 64 kiloqramda Kamran Baxşəliyev, bununla yanaşı Gilan komandasının üzvü Xəzər Əliyev artıq yarımfinaldadır. Eyni zamanda Gilan komandasının digər üzvü İman Əhmədli də yarımfinalçıdır. İman Əhmədli Pərviz Əhmədov məğlubiyyətə uğratdı və 64 kiloqramda sonuncu yarımfinalçı Rabitə komandasının üzvü Heybətullah Hacəliyev oldu. Əziz boks sevərlər. 69 kiloqram çəkidə Tamerlan Abdullayev, Rabitə komandasının üzvü Tamerlan Abdullayev yarımfinala yüksəldi. Saqi Salihlini məğlub etdi o. Digər yarımfinalçı Pərviz Hüseynovdur. O 4-1 finalda Rauf Həmidovu məğlub etdi. 69 kiloqramda növbəti yarımfinalçı Elnur Süleymanovdur. Gilan komandasının üzvü və sonuncu 69 kiloqramda yarımfinalçı Roman Zakirov oldu. Roman Zakirov Rabitə komandasını təmsil edir. 75 kiloqramda isə artıq bütün yarımfinalçılar məlumdur. 75 kiloqramda birinci qarşılaşmada Yolçu Zeynalov, Gilan komandasının üzvü Yolçu Zeynalov yarımfinala yüksəldi. Digər idmançı Zaurbek İbrahimov oldu. Zaurbek İbrahimov Baku Fires komandasının üzvüdür. 75 kiloqramda növbəti yarımfinalçı Bəxtiyar Nadirov oldu. O Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin üzvüdür. Bəxtiyar Nadirov və sonuncu yarımfinalçı bir qədər əvvəl yekunlaşan qarşılaşmada Elvin Məmmədovu məğlub edən Nikolay Veselov oldu. Baku Fires komandasının daha bir üzvü Nikolay Veselov yarımfinala yüksəldi. Deməli, artıq 52, 56, 64, 69 və 75 kiloqramda yarımfinalçılar məlumdur. Dünən 49 və 60 kiloqramda yarımfinalçılar müəyyənləşdi və bugün artıq bütün yarımfinalçılar müəyyənləşəcək. Qarşıda 81, eyni zamanda 91 və ən ağır çəki 91 kiloqramdan artıq çəki dərəcədə yarımfinalçılar müəyyənləşəcək. İkinci raundda son saniyələr davam edir. Orxan Mayıllı effektli zərbə indirməyə çalışdı. Cüt zərbə ilə rəqibinə çətin anlar yaşatmağa çalışdı. Son saniyələr. Və belə ilə round başa çatır. Üçüncü raundda artıq 30 saniyə geridə qalır. Clinch
vəziyyəti idi və hakim idmançılarını uzaqlaşdırdı. İndi çox fəallaşır Rauf Rəhimov. Orxan Mayılını küncə sıxışdıraraq ona zərbələr indirməyə çalışdı. Rauf Rəhimov yaxın planda sizə nümayiş etdirilir. Sonuncu raundda son dəqiqə yarım. Tutma, göl tutma. Orxan Mayıllı indi rəqibin blok qurmasına mane olmağa çalışır. Kənardan bu blok səddini beləsi aşmağa çalışır. Tutma, göl tutma. Break! Stop! Break, bir yapma. Box! Yorğunluq artıq öz sözünü deyir. İdmançılar əvvəl kimi daha effektli zərbələr indirə bilmirlər. Üçüncü raundun sonları iki idmançının da yorulması yadda qalır. Son 10 saniyə. Mübarizədə artıq son saniyələr. Və belə ilə qarşılaşma yekunlaşır. Gilan komandasının 2 üzvündən görək hansı yarım finala yüksələcək. 2 bərabər səviyyəli döyüşçünün çıxışı idi bu. Hal hesabı ilə bu döyüşdə Göküc qalib gəldi. Mayıllı Orxan, Gilan Orxan Orxan Mayıllı qələbə qazanır. 82 kg çəki dərəcəsində